İmam Səccad əleyhissalam Ramazanın axır günlərində bir dənə qəmli duaları var. Ramazanla sağollaşır o duada və biraz insan kövrəlir. Amma hər halda bir sevinç var. Möminlərin neçə yerdə qəlblərinə bir sevinç gələr, bir təbəssüm gələr, bir söyünərlər. Onlardan biri iftar vaxtıdır. Söyünərlər o saat gələndə, iftar saat gələndə söyünərlər, indi bir şey yeyək, bir şey içək. Biri fitir bayramında möminlər sevinərlər. İndi hər kəsin mərifəti Ramazan ayı haqqında bir cürdür da, hamı da eyni deyil ki. İnşallah sağlıqdan, salamatlıqdan gəlsin. Peyğəmbər ayının da axırlarındayıq. Allah inşallah bi haqqı Rasulallah bu ayın gerdə qalan hissəsində bizə tövfiq nəsib eləsin. Peyğəmbər və onun əhl-i beytinə çoxlu salam, salavat göndərək. Bilirsiniz, bu ayın ən fəzilətli əməllərindən biri Peyğəmbər və onun pak əhl-i beytinə salam, salavat göndərməkdir.